Və təbii ki, o ağızdan gələn qoxuların, pis qoxunun 80%-ə qədəri ağız boşluğuna bağlıdır. Ağız boşluğunda da orada ən çox üstünlüyü təşkil edən dil və dil kökünə bağlı olan problemlərdir. Mütləq mənada adamlar əgər baxır ağzını açıb dilinə baxırsa ki, üstü tərtəmizdir, rəngi çəhrayı açıq rəngdədir, bu normal. Ancaq əksər adamlarda, çox böyük faiz adamlarda görürsən dilin üstü ya ağ hərflidir, ya boz hərflidir, ya sarımtıldır. Və orada da o gələn qoxunun da fərqlidir. Çünki dilin üzərində daim biz bilirik ki, qidalanma zamanı müxtəlif qidalar yaranan problemlərlə əlaqədar olaraq dilin üstünə hopurlar və təbii ki, orada ən çox bəzi adamlarda görürsən ki, gəlin yumurta, lənmiş yumurta qoxusu verir. Orada mütləq mənada hər hansı bir də daimi görürsən yaranır və qalınlaşır. Yoxlamaq üçün bir neçə vasitədən istifadə eləmək olar. Məsələn, ağız qoxularında ümumiyyətlə dünyada insanların 1/4-də, yəni 25%-də ağızdan pis qoxu gəlir. Yoxlamaq üçün bir neçə vasitələrdən istifadə eləmək olar. Götürürsünüz qaşığı, çay qaşığını, tərsinə çevirirsiniz, salırsınız rahat şəkildə, təbii kobud eləmək olmaz. Orada saxlayırsınız, sonra çıxardırsınız, çıxardandan sonra balaca oynadır, çıxardırsınız, 30 saniyədən sonra burnunuza ötürü qoxusunu çəkirsiniz və yadda saxlayırsınız. Bir başqa vasitə də təmiz ağ salfetkanı yenə də salırsınız dilin kökünə tərəf və sonra yenə də çıxardırsınız, yenə onun üstünə baxırsınız, gördüyünüz ərpinə formadadır və yaxud da ki, hansı qoxudur.